Salam. Hələ ki səhv etmirəmsə izləyici sayımız azdır. Amma buna baxmayaraq biz indidən qoşulanların da vaxtını itirməmək üçün biz başlayaq. Sonradan qoşulanlar zaten yayımın əvvəlindən qoşularaq başlaya bilər, baxa bilər. İlk öncə qoşulanlara və qoşulacaqlara indidən təşəkkürümü bildirirlər. Öz dəstəklərini göstərdikləri üçün. Özüm haqqında qısa məlumat verib maraqlı slaydımıza keçid etmək istəyirəm. Qeyd edim ki, mən özüm adım Elşəndir, əczacıyam. Artıq 14 ildir bu əczacılıq sahəsində təcrübəm var. Bu 14 il ərzində bir neçə müəssisələrdə, bir neçə vəzifələrdə işləmişəm. Onu qeyd edim ki, bu 14 il ərzində şahid olduğum yeganə bir durum demək olar ölkəmizin, nə ki ölkəmizin, bəlkə də dünya belə deyim, səhiyyəsinin ən vacib mövzularından biri əczacılıq olduğu halda əczacılığın çox da önəm görməməsi, yəni aptekçi deyilməsi və yaxud da aptekdə dərmanın olduğundan bixəbər belə olan müştərilərin olması məndə fikir oyatdı ki, bundan sonra sırf bizim sahəmiz olan, biz əczacılığın sahəsi olan, əczacılıqda işləyən insanların sahəsi olan tanıtmaq, daha təkmilləşdirmək, bir yerdə sizinlə bir yerdə maraqlı vaxt keçirərək düzgün, daha operativ çatdırmaq. Yəni əczacılıq təkcə aptek işi deyil. Bunu birazdan göstərəcəyim slaydda da görəcəksiniz. Söz yox, ilk yayınımızdır. Növbəti yayının nə vaxt olacağını da deyərəm. Amma ilk yayınımızdır. Bu yayının gedişatına baxaraq növbəti yayınlarımızı şəkilləndirəcəyik. Onu indidən qeyd edim ki, istər internet, istər bəzi səbəblərdən dolayı gecikmə olarsa, bunu üzrlü saymanızı xahiş edirəm. Yayının sonuna doğru suallarınızı oxuya bilərik, cavablandıra bilərik və ya hashtag açıb onun üstündə müzakirə də edə bilərik. Bunun üçün YouTube'da aşağıda qeyd bölməsi var, rəy bölməsi var. Oradan rəylərinizi bildirə bilərsiniz. Hər birinizə mənə dəstək göstərdiyiniz üçün təşəkkür edirəm və qısa bir dəqiqəlik fasilə verib slaydıma başlamaq istəyirəm. Demək, sadəcə mən ilkin özüm bilmədim necə hazırlayım, nətər, yəni kimin nəyi xoşladığını və yaxud sizin necə öyrənmək istədiyinizi və yaxud nələr bilmək istədiyinizi bilmədiyimdən ilkin olaraq fikirləşdim ki, ümumi bir slayd şəklində məlumat verək. Bu slayd şəklində məlumatdan sonra zaten YouTube'da rəy, Instagram kanalımız var, orada rəyləriniz nəticəsində siz necə istəsəz sual-cavablı yayınlar edə bilərik, istəsəz video görüntülü yayınlar edə bilərik, istəsəz yenə slaydlı yayınlar və yaxud da ki, onlayn dərslər də verilə bilər. Nə desəz, yəni bu gələcəyin günlərdə bunu yorumlarınızda, WhatsApp, Instagram, YouTube üzərində desəz, ona uyğun biz kanalımızın gedişatını, kanalımızın qabaq günlərdəki taliyin ona uyğun qura bilərik. Sözü uzatmıram, gələnlər xoş gəlib, gələcəklər də xoş gəlib. Mən başlamaq istəyirəm slaydıma. Bugünkü yayınımızın mövzusu əczacılıq və aptek işi. Hal-hazırda bütün dünya səhiyyəsinin, istər dünya strategiyasını, istər dünyanın ən böyük marketinq növlərindən biri əczacılıq və əczacılığın sayəsində əmələ gəlmiş bugünkü gündə satışların ən böyük faizini təşkil edən aptek işidir. Yayınımızın mövzuları, bəlkə video məlumatda da, video kadrda da qeyd etdiyim kimi 4 mövzu olacaq. Çox yormayacağım sizi. Qısa tutacağım çünki ilk yayında, gələcəklərdə, gələcək günlərdə, gələcək aylarda uzun yayınlarda edə bilərik. Yəni bu sizin istəyiniz asılıdır. Əczacılıq nədir? Əczacı kimdir? Aptek nədir? Aptek işi nədir? Bu 4 mövzu ətrafında qısa-qısa video kadrlarla və yaxud görüntülərlə sizə kömək olmağa çalışacağam, dəstək durmağa çalışacağam. Sizin də fikirləriniz çox önəmlidir. Yenə də qeyd edirəm, ilk yayınımdır. Ola bilər hansısa məlumatı düzgün oxuyub renderləyə bilmərəm, baxa bilmərəm. Sizdən dəstək gözləyirəm. Səhifim varsa açığam. Yorumlara qeyd edin ki, gələn səfərlərdə ən əsas şey odur ki, səhifə düzəltmək, gələn səfər bu səhifə aradan qaldıraq, daha yaxşı, daha operativ yayınımız olsun. Deməli, birinci mövzumuz əczacılıq nədir? Əczacılıq, burada rəsmi şəkildə yazmışam, amma istəyirəm ki, özüm öz fikrimlə, öz tövhəmlə deyim. Deyir ki, burada dərmanların elmi əsaslarla hazırlanması, onların keyfiyyətinə nəzarət, saxlanması, satışı, istifadəsi ilə məşğul olan tibb və kimya elmlərinin qovşağında yerləşən bir sahədir. Burada sizdən bir xahişim odur ki, bu tibb və kimya elmlərinin nəyə görə qeyd etmək istəyirəm? Bilirsiniz ki, hər sahənin öz
çətinliyi, öz üstünlüyü, öz çətin tərəfləri, yaxşı tərəfləri maddi və mənəvi baxımdan var. Amma bu əczaçılığı biz sadəcə həmişə aptek işi bildiyimizdən bu əczaçılığın nə qədər önəmli, cəmiyyətin belə deyim, rifahında hansı rol oynadığını bəzən yaddan çıxarırıq. Yəni burada da şeydən bəlli olunur ki, açıqlamadan bəlli olunur ki, tibb və kimya. Yəni elə bir sahə mənə göstərin ki, iki sahənin birləşməsi bir sahədə birləşsin. Var, ola bilər, yaza bilərsiniz, amma əczaçılıqda həm tibb, həm kimya, yəni iki əsas ən çətin fənnin, ən çətin bölmənin birləşməsidir ki, hansı ki biz bugünkü gündə bu bölmələrin birləşməsi nəticəsində əmələ gələn elmdən, əmələ gələn sahədən biz müştərilərə, xəstələrə, pasientlərə, bizdən yardım istəyənlərə yardım göstəririk. Sonra ikinci cümlə deyir ki, bu insanların sağlamlığının qorunması, xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün dərmanların təhlükəsizliyini və effektivliyini təmin edir. Yəni bizim işimiz təkcə aptekdən dərman satmaq deyil. Yəni bu necə izah edeyim, hamımızın ailəsində olur da, yəni böyüklərdən belə bir şey eşitmişik ki, aptekçi dərman satan, amma belə deyil. Əczaçının da olan məsuliyyət bəzi hallarda deyərəm ki, yəni həkimlər varsa yayınımızda olacaqsa olan xəttinə dəyməsin, əczaçıda olan məsuliyyət həkimlərin də məsuliyyətindən çoxdur. Çünki bəzi hallarda biz bəzən həkimlərin mexaniki səhvlərini belə görüb düzəldirik. Yəni o bizdən keçirsə artıq xəstəyədir, yəni birbaşa təmasdadır. O görə bizim işimizin məsuliyyətidir. Slaydın digər səhifələrində də bunu lap dəqiq deyəcəm. Sonra ilkin demək istədiyim budur ki, yəni əczaçılıq təkcə aptek işindən ibarət deyil. Əczaçılıq nədir? Bir daha da mövzuları bir-bir deyəcəm. Sadəcə mövzuları oxuyuram sizə. Dərmanların elmi axtarışı və istehsalı, keyfiyyətə nəzarət, pasientlərlə iş, təchizat və yayılma. Başlayaq dərmanların axtarışı, elmi axtarışı və istehsalı. Bizim hal-hazırda apteklərimizdə işləyən əczaçılarımız, istər ixtisas olsun, istər qeyri-ixtisas olsun, yəni əgər o əczaçı xalatın, qəssab xalatından söhbət getmir, əlbəttə ki, hansı ki o əczaçı ağ xalatı əyninə keçirən hər bir adam mənim gözümdə əczaçılığa addım atmış bir adamdır. Hər bir əczaçının belə bir beyində formalaşan fikir var ki, bizim işimiz dərmanı satmaqdır. Xeyr. Sadəcə bizim hal-hazırda olduğumuz mühit, olduğumuz aptek sistemində bəli budur, amma əslində bizim ən vacib işlərimizdən birincisi dərmanların istehsalı da axtarışıdır. Bugünkü gündə bir uşaq evdən Nurofen içib qızdırması düşürsə, şokdan ayılırsa və yaxud Dindirol vurulub şokdan ayılırsa və yaxud bir qaraciyər xəstəsi esensial atıb rakdan qayıdırsa və yaxud da nə bilim sırayla saya bilərəm və yaxud da alistramitisi boğazı düşürsə, ən vacib adrenalin vurulub ürəyi dayanmırsa, təzyiq dərmanı atıb damarı patlamırsa, bugünkü gündə biz əczaçıların bizdən əvvəlki və bizim dövrümüzdəki əczaçıların savadı, məsuliyyəti elmi axtarışı nəticəsindədir. Yəni bu elmi axtarışı kimya mühəndisi eləmir, elmi axtarışı həkim eləmir, elmi axtarışı nə bilim hər hansı bir marketinq eləmir. Bu elmi axtarışı sırf biz əczaçılar edirik. Yəni mən əczaçılıq deyəndə əczaçılığın ən başlanğıcı da buradan başlayır. Yəni əczaçılıq sözü sadəcə durum, hə bu gün piştaxta arxasında titramon satım, limesil satım, bu deyil. Bu da əlbəttə 50-60% hissəsi budur. Yəni sözümün səhv başa düşmür, amma əsas hissələrindən biri də elmi axtarışı və istehsalıdır. Elmi axtarışı və istehsalıdır. İkinci təchizat və yayılma. Təchizat və yayılma sırf biz aptekdə hal-hazırda və yaxud da biz depoda işləyən insanların üzərinə düşən vəzifədir. Logistika deyək də, yəni hamının bildiyi logistika. Dərmanların çatdırılması, dərmanların istehsalı qədər, dərmanların satılması qədər onun vaxtında çatdırılması ən vacib nüanslardan biridir. Dünyada logistik cəhətdən bir neçə sahə var ki, biri qidadır, biri də əczaçılıqdır, dərmandır. Yəni bizim məsuliyyətimiz nədir? Biz bir dərmanı vaxtında çatdırmasaq, hər hansı bir xəstə də rəhmətə gedə bilər və hər hansı bir xəstə geri qayıtmaz bir şəkildə xəstələnə bilər. Ona görə də əczaçılığın ən vacib məqamlarından biri də dərmanın vaxtında düzgün çatdırılması, yayılmasıdır. Bu da bizim ən böyük sahələrimizdən biridir. Ən böyük daha doğrusu vəzifələrimizdən, məsuliyyətlərimizdən biridir. Bunu da hansı ki dünyada adı keçən böyük şirkətlər həyata keçirir. İkinci məsələ keyfiyyətə nəzarət. Keyfiyyətə nəzarət hissəsi sırf biz əczaçıların işində düşür, amma bəlkə də bu adı eşitmisiniz, IM, Analitik Ekspertiziya Mərkəzi, Azərbaycandakı qurumdan söhbət edirəm. Sırf Analitik Ekspertiziya Mərkəzinin işi bizim Azərbaycana gətirilən, ölkəmizə gətirilən dərmanların analizi, yoxlanılması, kontroldan keçməsi, onların toksiki olub olmaması, insan canına zərər verib verməməsi
Sırf bu işə baxır. Yəni bu da bir əczaçılıqdır. Yəni IM eşidəndə və yaxud səhiyyə eşidəndə hamı görəndə bəzi əczaçılarımız o ki, səhiyyə də əczaçıdır. Yəni onun vəzifəsi biz əczaçını yoxlamaq. Yəni dövlət bir əczaçını qoyub ki, bir əczaçını yoxlasın. Yəni orada duran həkim deyil, orada duran mühəndis deyil, orada duran usta deyil, orada duran da əczaçıdır. Yəni sizə səhiyyə gələndə, IM gələndə bu qorxunu qırağa qoymaq lazımdır. Çünki onların gəlməyi əslində bir növ yaxşıdır ki, bugünkü gündə dərmanlarımızın istər keyfiyyəti, istər strategiyası, istər servisi, istər analizi, istər suroku hamısı yerindədir, istər zavod. Keyfiyyətə nəzarət də əczaçılarımızın üstünədir. Gəlir bizim ən maraqlı bizə düşən, mənim özümə düşən, yəni 14 ildə ən maraqlı işimiz pasientlərlə iş. Bu pasientlərlə iş mövzusu çoxdur. Yəni bəlkə də bir 5 yayına sıxmaz. Amma mən qısa konkret bir 5 dəqiqə 10 dəqiqə bu mövzu üstündə nə qədərsə danışacağam. Mənim öz təcrübəmdən görünən odur ki, hal-hazırda bizim ölkəmizdə 80%, bəlkə də 80 çox olar, 60%, 55% xəstələrimiz bizim daimi müştərilərimiz deyirik də. Belə bir söz var da biz əczaçılar arasında. Daimi müştərimdir. Daimi müştəri nədir? Sənin sözü ilə azistiramisin atan adam. Başı ağrısa belə təklif eləsən ki, gələ azistiramisini atacaq. Sənə o qədər inanır. Yəni biz əczaçıların təkcə texniki cəhətdən savadı yox, insanı tanımaq qabiliyyəti də yüksək olmalıdır. Çünki bir insan sənə inanmırsa, onun atdığı dərman hətta ona təsir edəcək bir dərman olsa belə etməyəcək. Plasebo etkisi deyilir də, plasebo təsiri göstərəcək, amma xeyir eləməyəcək. Çünki inam istər dərmanın, istər təbabətin birinci qanunu odur ki, inam. Yəni inanıb dərman atmalıdır. Bu daimi müştəri dediyimiz kateqoriya gəlir aptekə, hər birinizdə var. Yəni ki, qoşulan əczaçılar bilərlər, sözümü də təsdiqləyərlər. Gəlir aptekə resepti qoyur, hətta bəzən elə olur ki, həkimin dediyi belə qalır qıraqda. Deyir sən ver, dəyiş, rus dərmanı ver, nə bilim sən elə. Sənin əlin ora dəysin. Yəni bunu qazana bilən əczaçı artıq mən deyərdim ki, əczaçı adın 70%, 60%, 80% haqq eləyir, o xalatı üzərinə geyməyə haqq eləyir. Yəni yenə deyirəm, əczaçılıq resepti oxuyub resepti satmaq deyil. Əczaçılıq resepti düzgün toxunuş göstərməkdir. Düzgün iş görməkdir, düzgün addım atmaqdır, müştərilərlə düzgün işləməkdir. Düzgün işləməkdir. Yəni bu gün böyük bir komandanın ailəsiyik də, hamımızın işi, çörəyi, ruzusu bu əczaçılıqdan çıxır. Sadəcə mən bəzən bu 14 ilimdə də 2012-ci ildən işləyirəm. Bu 14 ilimdə gördüyüm ən minus xoşuma gəlməyən əczaçılıqla bir cəhət yeni əczaçılarımızda bu şeyi çox görürəm. Girir, yəni əczaçılığın nə olduğunu qavramadan əczaçılıqda o qıraqdan görünən o şan-şöhrət, yaxşı qazanmaq, pul var, dövlət bunu istəyir. Amma sırf əczaçılıq o demək deyil. Bəzi hallarda mən elə köhnə əczaçılardan belə deyim, tərbiyə görmüşəm, sırf iş tərbiyəsində söhbət gedir. Yəni resept olardı 150 manat, amma müştəriyə ziyandır deyə onu 10 manatlıq reseptlə dəyişdirib ona xeyir verir. Onun canına ziyan eləmir. Yəni sözümü də nəyə gətirmək istəyirəm? Əczaçılıq bir növ texniki cəhətdən məsuliyyət daşıdığımız qədər insanların həyatında maddi cəhətdən məsuliyyət daşıdığımız qədər mənəvi cəhətdən də məsuliyyət daşıyırıq. Sizin bir verdiyiniz Nurafen bir ailənin həmin gün ya xoşbəxt olmağına, ya bədbəxt olmağına, ya da sual işarəsində yatmağına gətirib çıxardır. Yəni mən bunu həmişə fikirləşib işləmişəm. Bir Nurafen vermək nədir ki? Tutaq ki 5 manatlıq birdən 7 manatlıq bir dərman versən, otursan fikirə satdım, əla, super, kvotaya çatdım. Amma düşünmək lazımdır ki, o Nurafen gedib o uşağa gecə rahat yatırsınsa, onun valideynləri rahat olacaq, səhər gümrah olacaqlar, uşağın özü sağalacaq. Amma sən nəyinsə xatirinə və ya hər hansı bir şeyin xatirinə o dərmanı verib onu sağaldamayacaqsan, həmin ailədə o ümid itəcək. Yəni bu sözdə bilmirəm kimin, ona görə məşhur bir kimsə yazmışam. Sadəcə gördüm, xoşladım, bizim sözümüz bizim işimizə uyğun deyə qoydum. Hər dərmanın öz sirri, hər xəstənin öz ümidi var. Bəli. Hər dərmanın öz sirri, bu öz başıma gələn bir hadisədən sizə danışım. Yəni bir xəstəm var, Bakıda işləyirəm, aptekdə işləyirəm, başım qarışıqdır, universitet oxuyuram. Yaxınlaşdı, illərdir müalicə alır. Müalicə aldığı durum üst sinirinin ağrısı. Traynor nervi, üçlü sinir, hamı bunu bilir də. Yəni sağ azı dişi ya sol azı dişi, yuxarı sənin azı dişinin üstündə olan sinirdir. Buna iltihab düşürsə, dəhşət dərəcədə ağrı verir və bu ağrı əgər düzgün müalicə olunmazsa xroniki ağrıya çevrilir. Bir insanın həyatını məhv edəcək dərəcədə ağrılar verir. Miqren ağrısına bərabər bir ağrıdır. Traynor nervi sinirindən gəldi. Mən də təzə universitetdə elə şansdan da həmin günü biz analgetiklər başa salmışdıq farmakologiya. Məsələn,
oxuduq, elədik, onunla araşdırdıq, bunun reseptlərinə baxdıq, elədik. Bir dənə alqiki ampula. Bunu hamı bilir də, yəni ki, hamı deyəndə, yəni ən azı bir 5 il, 3 il stajı olan var, alqiki ampulanı yaxşı tanıyırlar. Alqiki ampula nəticəsində onun nervin ağrısı getdi. İndi deyəcəksiniz ki, alqiki ampula sadə ağrı kəsici. Bəli, sadə ağrı kəsicidir. Bəlkə də ona təsir eləmədi. Amma həmin gün ona aşılanan o sözlər, onun o son ümidi, onun o necə deyirlər, inamı, bəlkə də alqiki ampula yox, həmin inamı olsa qaldı. Yəni o bir daha o dərmanı da mən satmadım. Sadəcə mən ondan qarşılaşdım sizə deyə danışıram. Sadəcə bir neçə əczaçı idi. Bizdə bir savadlı əczaçı vardı. Onun danışığı, sözləri, ifadəsi, inandırması bir ampula alqiki onun illərdə aldığı 1000 manatlıq, 2000 manatlıq müalicənin qarşısını aldı və da artıq o insan hər dəfə də bəlkə də sağalmayıb, içindən ağrı keçir, amma o ağrını o boyda şiddətli hiss eləmir. Yəni ağrı bilirik ki, belə deyim, ağrı anatomik olduğu qədər də ruhi, yəni mənəvi bir şey. Ağrıya nə qədər dözsən, daha doğrusu ağrını nə qədər hiss eləmək istəsən, o boyda hiss eləyəcəksən. Ağrıya nə qədər fikir verməsən, o boyda ağrın az olacaq. Yəni bu mənim dediyim söz deyil, bu belə deyim də, sırf bu işlə məşğul olan söz. Hər dərmanın öz sirri, hər xəstənin öz ümidi var. Bu ikinci mövzuda mən həmişə belə deyim, fikrimdə olan bir şeydir. Xəstənin öz ümidi. O qədər sizinlə başınıza gəlib aptekə reseptlə istər oğluna, istər nəvəsinə, istər arvadına, istər yoldaşına, nə bilim qızına, bacısına, hər hansı bir qohumuna da yaxud da özünə. İnsanın ən vacibi insanın özüdür, özünə. Özünə dərman alır reseptlə. O insanın gözündə siz o sağalmaq ümidini hiss edirsinizsə, artıq deməli həkim tərəfindən bu xəstəliyin sağalacağına inanın. Amma mən bu 14 illik təcrübəmdə 15-20% insanda o ümidi hiss eləmişəm. Resepti əlinə götürən, gələn insanın yeganə fikri, zikri odur ki, görəsən reseptim nə qədər tutacaq və yaxud da görəsən bu resept mənə təsir eləyəcək, eləməyəcək. Çünki artıq ağrıların əksəriyyəti, problemlərin əksəriyyəti xronik olur. Qrip olan adam səhər durub, bizdə elə bir xassiyyət yoxdur, yəni qrip oldum, səhər gedib həkimə göstərim. Məsələn, Avropa deyil. Bizdə yəni qrip, zoğal çayı, nə bilim, limon belə şeylərlə keçən. Yəni o demək istəyirəm ki, əgər bir adam bir reseptlə gəlirsə, artıq bu neçənci dəfələrin xəstələnməsidir. Neçənci dəfədən xəstələnməsi bu həkimə gedir. Axı neçənci dəfələrdə də xəstələnən adam bütün dərmanlara ümid itirir. Bax o ümidi aşılayıb, ona təzədən qaytarıb, bizim sahəmizə inanmağı yaşada biliriksə, yarada biliriksə, onun beynində əczaçı inamı, onu adi müştəri, yoldan keçən müştəri qismindən çıxardıb, daimi müştəri, aptekin müştərisi, müştəri deməyək də pasiyenti deyək, aptekin pasiyenti qurumuna gətirə biliriksə, biz artıq həmin adama bir ümid veririk, bir yol veririk, bir beynində bir rahatlama veririk və artıq o bizim daimi pasiyentimiz olur. Onun da beynində bir rahatlama olur ki, sağalacam. Sağalmasam belə inanacağım bir əczaçı var, bir yönəldəcəyim əczaçı var. Yəni əczaçıların rolu dediyim kimi təkcə titromon satmaq deyil. O titromonu satmaq üçün müştərini ora cəlb etməkdir. Pasiyenti ora cəlb etməkdir, inam yaratmaqdır, yalanla yox, doğrularla, dürüstlüklə. Əczaçı kimdir? Yəni bayaqdan danışdım, bu mövzunun da üstündə elə qısa qalmaq istəyirəm. Yayını dediyim kimi qısa tutmaq istəyirəm, çünki birinci dizdə çıxmaq istəmirəm. Sizin də mövzular qoymuşam, hansı mövzu xoşunuza gələrsə kommentlərə qoyun, qeyd eləyin. Nəyi bilmək istəyirsinizsə, dərmanlar haqqında da olar və yaxud da əczaçının farmasevtikasının haqqında da olar, kosmetika haqqında da olar. Hansı mövzunu istəyirsiniz? Deyin, növbəti slaydda, növbəti işlərimizi onun üstündə quraq, danışaq ki, sizə maraqlı olsun. Yəni mən burada durub 1 saat, 2 saat danışım, sizə bir xeyri olmayacaqsa, onun bəlli məsələdir ki, bir mənası yoxdur. Mən istəyirəm ki, hamımız bir yerdə əczaçı olaraq bir nəsə əldə eləyək. Mən sizdən, siz məndən. Əczaçı kimdir? Əczaçı dərmanların hazırlanması, istehsalı, keyfiyyəti, ixtiralanması, xəstələrə doğru şəkildə çatdırılması ilə məşğul olan bu sahədə xüsusi təhsil almış peşəkar mütəxəssisdir cümləsinə qatılıram, elmi cəhətdən qatılıram. Necə? Yəni bu gün diplom almışıq, əczaçıyıq, tamam. Amma diplom almayan əczaçılarımız da var. Diplom ala bilməyən, oxuya bilməyən və yaxud da o sahəyə yox, başqa dalınca gedən. Yəni mənim fikrimcə, mənim zehnimcə, mənim düşüncəmcə əczaçı söhbət yox. Bugünkü gündə əgər biz əczaçı kimi işləmək istəyiriksə, dövlətimizin qoyduğu standart prosedurlara uyğun diplom almalıyıq, qeydiyyatdan keçməliyik. Bu başqa məsələ, bu mənim mövzum deyil. Mənim mövzum odur ki, əgər əczaçı lap qeyri-ixtisasdırsa, yaxşı olar ki, getsin, oxusun, sırf o ixtisası yiyələnsin. İndi olmur, oxuya bilmir, imkan yoxdur, nə mənada, şərait yoxdur, gedəmir, vaxtı yoxdur. Amma yenə də əczaçılığın iki şeyi var, onu düzgün qavrasın. Ümidi, bir də onun gözlərindəki o
qorxunu qarşılamağa bacarsa, zaten bəziləri peşəkar mütəxəssisdir mənim gözümdə. Yəni bugünkü gündə bunu hamımız yaxşı bilirik ki, peşəkar əczaçı, yəni bu cümləyə uyan əczaçı sayı azdır. Çünki bəlli məsələdir ki, əczaçılıq 10 il, 15 il, 20 il bundan qabaq bu qədər perspektivli bir şey sayılmırdı. Sahə sayılmırdı. Son dövrlərdə baş verən pandemiyalar, son dövrlərdə baş verən dərman çatışmazlıqları, həkimlərə bəzi hallarda iten inamlar əczaçılığı daha perspektivləşdirdi. İndi hal-hazırda apteklərimizdə işləyən əczaçılarımızın 50-60%, 70% demək olar ki, sənəd cəhətdən də belə deyim də, texniki cəhətdən yoxdur. Amma mən yenə də o texniki cəhətdən olsa da, olmasa da, əgər bir insanın əczaçılıq keyfiyyəti, əczaçılıq belə deyim də, sözün loru dilindəsə mənəviyyatı varsa, zaten əczaçıdır. Sənəd məsələsini istəsə alar, istəsə də ki, almaz, o onun şəxsi işidir. Bundan əlavə ikinci cümlə var. Onlar dərmanların fiziki, kimyəvi, bioloji xüsusiyyətlərini araşdırır, dərman xammallarını idarə edir, farmasevtika sənayesinin müxtəlif sahələrində çalışır. Bu cümləni özünüz oxusanız da başa düşərsiniz. Sadəcə mən burada axırıncıya dəyinmək istəyirəm. Farmasevtika. Biz çox vaxt aptekdə çalışan əczaçılarımız belə bir şey başa düşürlər ki, hə, yəni dərmandır. Bizim işimiz dərmandır. Bizim işimiz sitramondur, azitromisindir və yaxud da ki, Qutalax, nə bilim də və bir neçə dərmanlar var. Mən yadıma düşənlər dedim və yaxud da vitaminlərdir. Elə deyil. Əczaçılığın ən böyük sahələrindən biri də farmasevtika. Farmasevtika nədir? Mintlər, pambıqlar, yodlar, nə bilim, sonra orada var xəstələr üçün necə deyim, yeriyişini itirmiş, yəni hərəkət qabiliyyətini itirmiş insanlar üçün istifadə olunan vasitələr, ondan əlavə zavodlarda bəzi xəstəliklər üçün istifadə olunan vasitələr, spirtlər, nələr. Yəni dərman, qeyri-dərman sahəsi. Qeyri-dərman olan, amma səhiyyədə istifadə olunan preparatlar da, səhiyyədə istifadə olunan məhsullar da ki, o da böyük bir hissəsini təşkil edir səhiyyənin, ona da biz baxırıq. Yəni aptekdə işləyən hər hansı bir əczaçı dərmanın tərkibinin, keyfiyyətini bildiyi qədər, orada olan farmasevtika, kosmetik məhsulların da tərkibinin, keyfiyyətini yaxşı bilməlidir. Səbəbi var, onun da səbəbi var. Bugünkü gündə hamımız bilirik ki, hər hansı bir bujteriya və yaxud hər hansı bir ətir, hər hansı bir nə bilim, nə deyirlər ona, kosmetik dükanda olan ürünlə bizim dükanda olan ürün arasında zavod fərqi var. Yəni əgər bir insan kosmetika dükanına yox, sənə gəlirsə, deməli artıq onda tək kosmetik problem yox, həmçində bir anatomi dəyişikliyi və yaxud bir problem var, bir dəri xəstəliyi var. Sən həmin şampunun tərkibində sinkin olub olmadığın, həmin kremin tərkibində civənin olub olmadığın, həmin nə bilim saç kraskasının tərkibində potasiumun olub olmadığını bilməsən, səninlə kosmetika dükanında işləyən arasında nə fərq olacaq? Yəni kosmetik dükanında oturan bir xanım Vibə girir, deyir mənə saç rəngimə, verir 8.6 şivaskopu gedir. Tamam, razı. Bu onun işidir, verir, yaxşıdır, ona heç nə deyəmmərəm. Amma bu adam gəlir ki, mənim saçımın dibindən tökülür, mən elə kraska qoymaq istəyirəm ki, o saç dibimi bərkitsin. Sən artıq bilməlisən ki, həmin saç şampununun içərisində olmalı kreatin, kreatini verməliyəm. Onu yaxşı bərkitsin, yaxşı gücləndirsin. Və yaxud da onun saçının istisi olmaz. Və yaxud da əlavə edirsən ki, nə bilim, yumurta sarısı qoy. Yəni bunu bilməlisən ki, sən o saçı düzgün təşkil edə bilməlisən. Bunun da deməkdə məqsədim yəni bugünkü gündə mən yeni əczaçılıqda ən çox görmək istədiyim şey tək dərmanı yox. Dərmanı onsuz da bilməlisən. Yəni o sənin işindir. Sən gün ərzində 100 adama baxırsan, onun 95-i, 90-ı, 80-ı olur resept, dərman, yod. Amma onun bir 20-si, 25-i də digər şeylər üçün gəlir. Sən pampersi təkcə nə deyim, Bravoda və yaxud bazar stolda satılan kimi elə reyonqa qoyub sataq da xeyr. Gəlir girir içəri deyir ki, bu pampersin hansı antiallergikdir, sən bilməlisən. Və yaxud da uşaq yeməkləri. Qoyuruq, məsəl üçün bazar stoda qoyuruq uşaq yeməklərini, görürsüz heç yaxınlaşmırlar. Çünki bazar stora gedən adam nə istədiyini bilən adamdır. Alıb üçün. Məsəl üçün mən mütləq hipoallergenli verirəm uşağıma, gedirəm hipoallergenli götürürəm, gəlirəm. Mən artıq orada kassiyerdən soruşmuram ki, mən nə verim, amma aptekə girəndə soruşuram. Artıq qabağımdakı, qarşımdakı əczaçı, farmasevt bilmirsə ki, hipoallergenli nədir, antireflüks nədir, avtomatik mən o aptekə bir də gəlmirəm. Çünki mən əczaçımın savadlı, getdiyim yerin savadlı olmağını istəyirəm. Yəni biz təkcə dərman sahəsi, tamam, dərman sahəsini bil, azitromisin analoqlarını bil, ceftriaxonun nəslini bil, nə bilim, amlipinin enalaprildən nə qədər güclü olduğunu bil. Bunlar razıyam, bunu bilməlisən, əla. Amma farmasevtikanı da bilməsən, sən tam bir əczaçı olmağın çətin məsələdir. Bu əsas vəzifələrimiz. İndi mən danışdığım vəzifələrdə qısa üstündən keçəcəm. Arxadakı da səhifələrimizdə ya İngiltərədədir, dəqiq bilmirəm. Yəni məndən bilənlər varsa yazsın kommentariyə və kommentlərə yazsın. Amma mən bildiyim qədərilə hansısa Avropa ölkəsində ilk aptekdir.
Dərmanların hazırlanması, yəni yaranan ilk aptek deyil, yaranan ilk aptek Bağdaddadır. Yəni kommentlərdə məndə səhv tutmayın. Amma bu hansısa o vaxt aptekin bir şəklidir. Aptekin şəklində də görürsünüz, hamısı tərkiblərləndir. Yəni əslində əczaçılıq sırf bu tərkiblər üstündə qurulur. Dərmanların hazırlanması, keyfiyyətə nəzarət, məsləhət, müştərilərə məsləhət, aptek işləri, tədqiqat. Tədqiqat da o bizim daha çox necə deyim, daha böyük əczaçılıq sənayesi olan ölkələrdədir. Məsəl üçün Hindistanda, məsəl üçün Amerikada, məsəl üçün Çində. Bu tədqiqat nədir? Dərmanların insanlar və heyvanlar üzərində tədqiqatı araşdırması o bizdə yoxdur. Yəni sadəcə bu da bizim əslində bir sahəmizdir. Yəni orada da farmakoloji əczaçılar işləyir. Gəldik bizim hal-hazırda ən böyük mövzularımızdan biri farmasi, yəni aptek. Bizim Dədə-baba dilində desə çörək mənbəyimiz. Çörək yerimiz, ruzumuz, bərəkətimiz aptek. Aptek dərmanların satıldığı, saxlanıldığı, reseptlə buraxılan dərmanların da hazırlandığı, bəzi hallarda tibbi malların təqdim olunduğu. Yəni köhnə əczaçılar bilər ki, aptek deyilən bir şey 20 yox da, adasa 35 il bundan qabaq işləyən əczaçılarımız oldu, köhnə əczaçılar. Çox getmir, 20 il bundan, 25 il bundan qabaq əczaçılıq deyəndə aptekdən gedib sən rahat amlipin ala bilməzdin və yaxud rahat gedib sən necə deyim, ceftriaxon ala bilməzdin, hazırlanmalı idi, dozlara bölünməli idi, bir müddət saxlanılmalı idi, ambarı vardı, hazırlanma kolbası var idi. Yəni aptek əslində sırf dərmandan hazırlanma bu şəkildə də göründüyü kimi aptekdə məhsullar var. Bax, məsələn, bunların hər biri ingredient deyirlər də, əczaçı ingrediyentidir. Hər hansı bir dərmanın ingrediyenti. Məsələn, amlipinin ingrediyenti amlodipindir, lizinaprildir. Amlodipinlə lizinapri hərəsi ayrı-ayrı qablardır. Misal üçün deyirəm ha, yəni o vaxt amlodipin yoxdu, başqa şeylər var idi. Məsələn, amlodipin bunları birləşdirmək üçün bunu döyürdün, əzirdin, qaba tökürdün, nə kobalt tökürdün, nə içinə yığırdın, tablet formasına salırdın, verirdin. Əczaçılıq budur. Amma indi bizim əczaçılıqdan çox işimizin mənbəyi aptek işidir. Aptekdə baş verən aptek işidir. Bax, bizim işimiz doğru dərmanı doğru zamanda doğru insana verməkdir. Mən bu şəkli niyə qoymuşam? Sadə şəkil qoymuşam. Yəni əczaçılıq deyəndə bugünkü gündə bizim əczaçılıqla köhnə dilində əczaçılıq termini yaranandakı əczaçılıqla uzaqdan yaxından bir əlaqəmiz yoxdur. Yəni biz bugünkü gündə mən daxil gəlib desən ki, gəl bu gliferalı hazırlaya bilməyəcək. Çünki artıq o dövr deyil. Gliferalı hazırlamağa nə bizim alətimiz var, nə bizim ingrediyentimiz var, nə də bizim aptekdə ona uyğun şəraitimiz var, nə də bizim o boyda savadımız var. Mən daxil. Çünki artıq o dövr getdi, indi hazırdır. Bizim indi vacib işimiz nədir? Doğru dərmanı, doğru zamanda, doğru insana vermək. Bir adam gəlir, qızdırması var, 15 yaşı var, günorta gəlib. Buna mən nə verməliyəm? Günorta gəlibsə, deməli qızdırması çoxdur, artıq ayaq üstə qala bilmir. Buna şiddətli bir ağrı kəsicidə qızdırma dərmanını bir yerdə verməliyəm ki, geçsin, biraz dincəlsin, özün gəlsin. 15 yaşı var, yaşa uyğun nə verə bilərəm? Nurafen 200'lük. Və doğru dərman nədir? Nurafen, paracetamol və yaxud da hər hansı bir şey. Yəni bu sizin öz seçiminizdir. Yəni bunu mən Nurafen deyib Nurafenin də reklamını eləmirəm. Sadəcə mən əczaçılıq dövründə istifadə edən dərmanlar deyirəm. Siz paracetamol verə bilərsiniz, apralgin və yaxud da ki, başqa şeylər verə bilərsiniz. O sizin öz işinizdir. Ondan mənim bir işim yoxdur. Amma yəni bizim bugünkü gündə əczaçılıq deyəndə işimizin 95, yenə də dərman hazırlayan aptekləri var. Yəni qismət olarsa, işin yayınlarımız xoşumuza gələrsə, şey olarsa, onların haqqında da çalışacağam video görüntülər və yaxud həmin adamlarla danışaq video görüntü və yaxud onun belə deyim, deməcini hazırlayım, qoyun bura, siz də baxın, mənə də maraqlıdır, sizə də maraqlıdır. Amma bizim bugünkü işimiz doğru dərmanı, doğru zamanda, doğru insana verməkdir. Gəldik apteki üzərindən keçdik, gələk aptek işinə. Aptek işi deyəndə bu çox böyük bir mövzudur. Bugünkü gündə aptek işi çox çətindir. Yəni mən 14 il bundan qabaq aptekə girəndəki aptek işi ilə indiki dövrdəki aptek işi çox çətindir. Mənim bir belə deyim, rəhbərliyimdə bir söz var. Rəhbərliyin mənə öyrətdiyi bir söz var. İşin detalı. İşin detalı. Məsələn, mən 14 il bundan qabaq işləndə bu qədər detal yox idi. Dərman idi. Yığdım polkaya verdim müştəri. Yığdım polkaya verdim müştəri. İndi elə deyil. Hansı dərmanla, hansı cəhətdən, hansı surokla, hansı kartla, hansı şeylə o qədər detal artıb ki, bir dərmanın üstündə satmaq üçün 5 dəqiqə müzakirə aparırsın. Və yaxşı əczaçı ilə pis əczaçı bu 5 dəqiqə ərzində bəlli olur.
Misal üçün deyirəm, 2 əczaçı var, 2 əczaçı tipi düşünün. Girirəm mən aptekə pasientdən resepti qoymuşam. Reseptimə yazılıb ki, diş dərmanları. Loroben qarqara yazılıb, Apralgin yazılıb. Bir də ora yazılıb dişimdə şey var, şiş var. Ceftriaxon yanında da flukonazol. Bunları yazıb mənə həkim ki, get bunu elə, sonra gəl dişini çıxardım və ya müalicə edin. 2 əczaçı var. Birinci əczaçıya yaxınlaşıram. Deyirəm ki, buyurun buna baxın. Əczaçı baxır, fikirləşir. Telefonla oynayır, bir şey eləyir. Artıq mənim və belə bir şey var. Müştərinin sizdən asılı qalması, müştərinin sizə inanması cəmsi 1 dəqiqə ərzində həyata keçir. Bəzi müştərilər daha indi bu dövrümüzdə əslində 1 dəqiqədən azalıb. Sən yarım dəqiqə, 1 dəqiqə ərzində o müştərini sənin dərmanı verəcəyini inandıra bilmirsənsə, avtomatik 5-ci dəqiqə və 4-cü dəqiqədən sonra müştəri səndən resept alır, çıxır gedir. Çünki artıq sən o 1 dəqiqə ərzində savadın ilə, hərəkətləri ilə, rus dilində deyəcəm, diviziyya ilə onu ələ almalısan. Yəni o sözü prosta bizim dildə tam necə deyirlər fikirləşə bilmədim. Hərəkətlilik, diviziyya. Hərəkətlilik ilə sən o müştərini, o alıcı, o pasiyenti sən ələ almalısan ki, mən bu dərmanı sənə verəcəm, sən sağalacaqsan. Hə sən durub desən ki, hə bu Apralgin ağrı kəsicidir, Ceftriaxon belədir. Yəni 20 il bundan qabaq işlədiyimiz kimi işləsən, məsələn. Bizdə əvvəl gəlirdi, baxırdı. Bu bunun üçündür, bu bunun. Müştərinin də vaxtı var, mənim də vaxtım var. Polnu vaxt var da. İzah eləydim, hətta sevinirdi də. Amma indi artıq müştəri çox da izah istəmir. Çünki biz artıq Android dövrdə yaşayırıq. Yəni əvvəl bir pulu göndərmək 3 gün çəkirdisə, indi 1 saniyədə çəkmir. Əvvəl bir alış-veriş eləmək, məsələn, yeməkxanadan alış-veriş eləmək yarım saatı alırdısa, Lənkəranın bu başından o başına. Amma indi bir dənə volt knopkasını basırsan, uzaqbaşı 10 dəqiqə qapındadır 5 dəqiqə. Yəni zaman qısalıb, iş artıb, insanların sənə ayıracağı müddət artıb. Azalıb üzrsə. İnsanların sənə ayıracağı müddət azalıb. Bu az müddət ərzində sən inandırmalısan ki, mən sənə bu dərmanı verə biləcək yeganə əczaçıyam. Yəni əczaçının iş perspektivi bundan asılıdır. Bu iş perspektivində düzgün idarə etmək mənim bildiyim 2 şeydir. Yəni mən özümdə. 1 yaxşı savadlı olmalıdır. Resepti düzgün oxuyub dərmanların tərkibini yaxşı bilməlisən ki, adi bir sözlə izah edə bilərsən. 2 müştərini tanımalısan. Savad və müştərini tanım. Bu 2 şeyi düzgün eləyə bilsən, o müştəri sənindir. Savadın olsa, müştərini tanıyamasa, misal üçün, içəri girdi, görürsən ki, xanımdır, bəydir, Rolex, BMW, saç, baş, hamısı yəni. Buna sən durub, reseptini dəyişməyə çalışsan, bahalıq, ucuzluq söhbət etsən səndən gedəcək. Amma biri də girib, day demiş. Mən sadəcə burada sizin marketinq işinizi, aptek işinizi detallarına düşürəm. Yəni mən müştəri fərqi qoymuram. Bunu səhv başa düşülməsin qəti şəkildə. Sadəcə mən izah edirəm. İkinci müştəri girib sadəcə tələsə gəlir və səndən soruşur ki, bunun ucuzlu variantı var. Mənə kömək edə bilərsən? Sən birinci müştərini, ikinci müştəri arasındakı təbəqə fərqini, birinci müştəri, ikinci müştəri düşüncə fərqini tuta bilməsən, tanıya bilməsən, nə birinci resept sənindir, nə ikinci resept sənindir. Yəni mən yenə deyirəm, bizim işimiz bugünkü də əczaçılığın 20 il bundan qabaqki halı deyil. Sırf bayaq izah etdim ki, doğru dərman, doğru zamanda, doğru müştəriyə təqdim etməkdir. Yəni sən yazılan 200 manatlıq bir resepti həmin o BMW-li müştəriyə vaxtın alıb, dəyişim, o yoxdur, bu yoxdur desən, o müştəri də sənin deyil. Və yaxud da o 200 manatlıq resepti ikinci gələn dayıya, əmiyə, xalıya desən ki, bu 200 manatı dəyişə bilmirəm, ucuzu yoxdur, bu da sənin. Yəni sən müştərini də tanımalısan, işini də tanımalısan, qarşıdakı pasiyenti də tanımalısan. Bu sənə müsbət təsir edəcək. Aptek işində birinci mərhələsi bu danışdığım dərmanların satışı və məsləhət. İkinci, dərmanların saxlanılması. Bugünkü gündə müştərilərimiz, pasiyentlərimiz, müştəri və pasiyentlərimizin 90%-i bizdən yaxşı bilir nə harda olmalıdır aptekdə. Bax bizim mən öz dövrümdən danışım, öz işlədiyim praktikant dövrümdən danışım. Heç bir zaman pampers yerə qoyula bilməz. Mənim müdürümün mənə qanunlarından biri oydu ki, bir ədəd pampers belə yerdə görmür. Çünki niyə? Ora gələn insan həmişə onu deyirdi mənə. Sən öz övladıma istəyərsən ki, yerə dəyən pampers verilsin. İstəyərsən ki, yerdən götürmüş uşaq yeməyi verilsin. Yəni bugünkü gündə sizin müdürləriniz, sizin rəhbərləriniz, sizin nə bilim menecerləriniz sizə deyirsə ki, bu belə olsun. Artıq onu görüb onu deyirsə. Əlbəttə ki, girmişəmsə, görürəm ki, pampersi yerdən götürür mənə verir. Yerdən götürülmüş pampersin mən bilirəm, mən əczaçıyam, bilirəm ki, onun üstünü sirkəyirlər, nə bilim, salafanlayırlar, o salafandan onun mikrobun keçməsi qeyri-mümkün, bunu mən bilirəm. Amma qıraqdan gələn qeyri-ixtisas bir insan, həkim, nə bilim,
nalbənd, nə bilim usta, nə bilim taksi şoferı bilmir onu. O fikirləşir ki, artıq onu mikrob dəydi. Ona görə də biz dərmanların saxlanması da bizim üçün vacibdir. Və yaxud da sən aptekdə əczaçıyam deyirsən, amma gedirsən prostat dərmanının içərisinə azithromycin götürürsən. Bu da düzgün deyil. Bəs aptekdə bugünkü gündə maşallah müasir apteklərimiz çoxalıb. Hər bir dərmanın polkası ayrı olmalıdır. Ən sıravi işçi, təzə gələn işçi belə bilməlidir ki, mən əgər antibiotik astarıramsa gedib orada oxuyub öyrənə bilərəm. Dərmanların saxlanılması da budur. Hazırlanma keçirəm. Hazırlanma bugünkü gündə bizim mövzumuz deyil. Çünki hazırlanma mövzusu hal-hazırda elə bir aptekimiz yoxdur ki, onun üzərindən danışım. Amma bu sırf bu hazırlanma, extemporal reseptura məsələsinə istək olsa, təşrifiniz olsa, istəsəm ki, məsələn, kanalda bu barədə söz gedir, istək var. İndi hashtag açarıq, baxarıq. İstəyən olsa mən onun üçün bir aptek taparam, demirəm nə vaxt. Taparam, o apteklə danışaram, hətta orada video görüntü ilə də sizin necə olduğunu paylaşaram, maraqlıdırsa sizə. Ancaq bu mövzuda danışmıram. Sənədləşmə və uçot. Bugünkü gündə sənədləşmə və uçot aptekimizin əksəriyyət işlərindən biridir. Çox hissəsini təşkil etmir, amma vacib hissəsi. Sənədləşmə və uçot mən artıq hansı aptekdə nə iş gedir onu demirəm. Amma sənədləşmə və uçot mənim gördüyüm yeganə mövzulardan biri pul mübadiləsi. Sənədləşmə və uçot pul mübadiləsi. Yəni biz bilirsiniz də tək əczaçı deyilik. Aptekin həmçində pulun dövriyyəsinə baxırıq, alırıq, veririk. Biz müştərinin bir yeri gələndə kassa kimi cibində fikirləşməliyik. Yəni sən əgər müştəri ilə düzgün pul hesablaşması eləmirsənsə, sən yenə də o müştərini itirirsən. Və yaxud sənədləşmə, onun reseptini düzgün oxumusansa və yaxud mən bir müştəri var idi bizim aptekimizdə bir adısı mən sizə söhbət edeyim, danışmışdım 10 il bundan qabaq işləyən. Müştəri gəldi, illərdir bir xanımdan alver edirdi. Hər dəfə də resepti 300, 400, 350. Yəni qaraciyər resepti də alırdı da, yəni müalicə alırdı illərdir serozaya. Bir dənə şeyin üzərindən o müştəri ondan incidi və bizim aptekdən getdi, onu saxlayamadı. Deyəcəm, onu deyəcəksə ola bilməz, amma olur. Tutaq ki yazıb esensial, Geptral, Gepateya çay. Geptralı 10 dənə yazıb, 9 dənə olub bizdə, minus 1-in qoymayıb. Fikirləşib ki, yenə gələr də mənim yanıma. Bu adam da gedib rayona, dərmanı qutarıb, son bir dənə də vurub, narahat olub, həkim deyib ki, mən sənə 9 demişdim, mən sənə 10 demişdim, niyə 9 vurmamısan? Niyə 9 vurmusan? Niyə 9 eləmişsən? O bir dənə sənə xeyir eləyəcəkdi. Burada həkimdə səhv var, həkim onu düzgün yönəltmir. Amma əczaçda da səhv var ki, sən onu düzgün qeyd eləməlisən. Gəldi dedi ki, mən səndən illərdir alış-veriş edirəm və sənin də onsuz da yanına gəlirəm. Yəni bunu bura qoymamaqdan nə etmək istəyirsən? Qırğın, dava, lordildə desə, problem o xanım bir daha bizim aptekimizə gəlmədi. Nə oldu? Bizim bəlkə də aylıq 500-600 min manat xeyrimiz, satışımız və yaxud da ki, onun bizdən aldığı əczaçı dəstəyi getdi. Yəni bizim ən əsas işlərimizdən əslində biri də belə baxanda apteklərin reseptlərinin düzgün oxunmasıdır, sənədləşməsidir və yaxud da ki, oxuyub verdikdən sonra reseptin üzərində düzgün qeydlər. Farmasevtik nəzarət də ki, bayaq dedim sizə, farmasevtik nəzarət nədir? Uşaq yeməyi yerdə olmasın, suroklarına baxılsın, pampers yerdə olmasın, kosmetika yerdə olmasın. Yəni bir sözlə, qeyri-dərman məhsullarına nəzarəti artmaq. Bu da bizim aptekimizdə olan əsas işlərimizdən biridir. Slaydımız yekunlaşdı. Əslində mən şeyi də bitirmək necə deyirlər, slaydımız bura qədərdir. Amma mənim sizə bir iki dənə göstərəcəyim bir şey var. Bunu da göstəreyim. Bugün yayınımız çox istəmirəm, sizin də vaxtı salmayın. Bazar günüdür. Qoşulanlar sağ olsunlar, qoşunun yanında sonradan baxsınlar. Yəni mənim sizdən istəyim nədir? İndi birazdan YouTube-da hashtag açacağam. O hashtagdə iştirak eləməyinizi sizdən çox-çox xahiş edirəm. Mövzu əslində qoyun sizin yanınızda açaq onu. Mövzu budur. Hazırlanma dərmanlar haqqında yayım olsunmu? Tamam. Hə, xeyr. Yəni bunda iştirak edin. Növbəti istəsə slayda onun haqqında hazırlaşaraq bir də bir şey qeyd edeyim. Yəni bunu da deyirəm. Hal-hazırda bütün apteklərimizdə yeni başlayan əczaçılar var. İşə yeni başlayan, sırf əczaçılığa başlayan, istər ixtisas, istər qeyri-ixtisas. Onlar bəzən belə bir şeylər yaxınlaşır. Mənim də indi tanışlarım var, mənim də
ətrafında olan insanlar var. Biz harda öyrənək, necə öyrənək, nətər eləyək? Tamam, salırıq aptekə, saxlayırıq, praktikan kimi belə elə. Amma nə sizin vaxtınız olur, nə başqa kursda məsəl gedir kursa, kursdan da bizi kursda da öyrədirlər. Yaxşı kurs keçən əməkdaşlar var, tanıyıram. Çox qəşəng keçirlər. Amma bəzi reallıqlar var ki, onları tam çatdıra bilmirlər. Belə bir şey var, proyekt. İstəsəniz, yəni yeni əczaçılar ətrafınızda və yaxud da özünüzdə fərq eləməz. Bu təcrübələr əsasında WhatsApp-dan onlayn dərslər olacaq. İndi bu gün olar, sabah, bir ay sonra bilmirəm. Onun üçün sizin rəyləriniz mənə maraqlıdır. Onlayn dərslər olacaq. Onlayn dərslərdə artıq ümumi mövzular yox, dərinliyinə gediləcək. Məsəl üçün bugünkü mövzumuz olacaq ağrı kəsicilər. Ağrı kəsicilər nədir? Reseptdə necə yazılır? Reseptlər olunacaq, oxumalısınız o reseptlər. Yəni sıfırdan praktikantı götürürük. Ta ki 6 aydan sonra o necə olmalıdırsa, necə o sınaqdan keçməlisə o vəziyyətə çatdıracağıq. Bir 6 aylıq ya 3 aylıq o praktikantın necə deyirlər, sizin bir sözünüz var, praktikantın qabından asıldı, savadı. Adamla bir ay öyrənəcək istədiyimizi, amma bu şərtlə ki, bəli, sonunda biz ondan imtahan eləməmiş, siz ona təhvil verməyəcək. Əgər götürmək istədiyiniz sıfır işçilər varsa, bu şeyi qısa zamanda, amma da bu yayım o əsnasında olmayacaq, sırf WhatsApp üzərindən onlayn şəkildə keçiriləcək. Bu haqda da inşallah istəsəz məlumat yayaram. Özünüz də kommentlərdə bəli, kommentlərdə rəyinizi verin. Bundan əlavə yayınımızı qurtarmamış sizə bir şey göstərmək istəyirəm. Bu da dünən mənə bir qohumumun atdığı reseptdir. Yəni sadəcə bizim işimizin nə qədər çətin olduğu, nə qədər məsuliyyətli. Sadəcə səhər-səhər bu slaydı hazırlayırdım sizlə. Necə izah edeyim sizə? Sizə gözəl, daha yaxşı hazırlamaq üçün daha videolar axtarırdım. Deyir ki, insan istəməklə dör, Allah ona qismət eləsin. Bir dənə resept axtardım ki, resept həm düzgün yazılmasın, həm şey dərmanlar olsun, çətin bilinən dərmanlar, həm də yaxşı yazılmasın. Ya bu indi belə deyim, bu həkimin adını dəyişək, gizlədək, sabah bizlə problem yaşamayaq. Bax bu dərmanlar, gördünüz bu dərmanlar 3 ya 2 yaşlı bir uşağa yazılıb. 3 ya 2 yaşlı bir uşağa yazılıb. Dərmanları görürsünüz, yəni bunun loru dillə deyək, bugün üçün qiyməti aptekdə olmasa bir 50-60 manat civarıdır. Gəlir çıxır. 2 cür əczaçı var. Resepti əlinə alıb yığıb verən. Birincisi bunu vermək düzgün deyil, çünki bunun 2 peçatı olmalıdır. Bu yoxdur. İkincisi də tutaq ki, o 2 peçata fikir verməyik, verir. 2 əczaçı var. Bir əczaçı oldu ki, götürür hənə, yığır, buyurun, sağ ol, üstünə də qapaqlarına da yazır ki, bunu bu qədər istifadə, bu qədər istifadə. Bu əczaçı heç bunu bildim. Tamam, bu satmaq əczaçısıdır, belə deyək. Bir də var, alır, deyir, neçə yaşı var. Dedim, o 1 dəqiqə müddət var da sizə inam. Bax, o inamı yaradacaq suallardan ən vacib biri. Xəstə kimdir, neçə yaş var, problem nədir? Yəni, ey gözəl əczaçılarımız, ey dəyərli insanlar, mən özüm belə bəzən universitet dövründə o fikrə düşürdüm, amma sonradan sağ olsun bir Allah ona rəhmət eləsin, müəllimimin sözü sayəsində mən o şeyi qoydum bura. Biz aptekdə dərman satıcısı deyilik, biz əczaçıyıq. Biz yeri gələndə həkimin də reseptini sorğulayırıq. Misal üçün, mən bugün bu resepti sorğulamasaydım, bəlkə də bu uşağa bu veriləcəkdi və uşaq daha da pis olacaqdı. Mən birinci sualım oldu ki, neçə yaşlı uşaqdır? Dedi 2 yaş. Sizə sual verim, illərin əczaçıları var burada, illərin baxacaqlar, biləcəklər, kommentlərdə də qeyd edin. Bu 2 yaşlı uşağa verilə bilər, amma yəni 2 yaşlı uşağın vəziyyəti bu deyil axı. Bu ən ağır hallarda veriləndə. Yəni Gamalondur, Respiridondur, Gloxetin, Hexetindir, nədir tərkibli? Sanstrol, bu nootropidir. Burada mən, yəni məndən olsa bu 2 dənəsini alsın, uşaq biraz özünə gəlsin, içsin, su qutardı getdi. Bu 3 dənə ağır dərmanın nə mənası verir? Yəni misal üçün mən bu gün bu sualı soruşuram deyə, artıq o adam bir dəfə də mənə resept göndərəcək, bir dəfə də mənə inanacaq. Mən ondan deyir dağ deyil, fil deyil. Bir kəlmə sual soruşdum. Kimdir, neçə yaş var? Nəyə görə verirsiniz? İzah elədi, amma gördüm ki, indi bunu həkim yazır. Tamam. Başa düşdüm. İndi bəlkə də bəzi adamlar deyir, sən həkimdən çox bilirsən. Bəli, mən həkimdən çox bilirəm. Niyə çox bilirəm? Mən dəfələrlə görmüşəm ki, həkim resepti sayəsində bəzi uşaqlarımız sağala biləcək süni bir iş. Bilirsiniz necədir? Bizim sistemimiz nədir? Mən sizə izah edeyim. Tapırıq hansısa bir xəstəxananı, gedirik onun yanına. Həkim bizi araşdırmamışdan qabaq, biz o həkimi dərsimizi deyirik, dərdimizi deyirik. Mən baş ağrı ilə gəlmişəm. Baş ağrı ilə gəlmişəm, həkim sənə durub qarın ağrısı dərmanı yazır, baş ağrısı dərmanı yazacaq. Bizim bu problemimiz burdadır. Və o qarın ağrısı dərmanı, məsələn, o baş ağrısı dərmanını götürüb gəlinə, əczaçı onu baxmadan verirsə, soruşmadan verirsə, avtomatik o əczaçının mənim gözümdə zəifliyidir. Araşdırmalıdır, sormalıdır. Söz yox, indi
elə müştərilər var, onları da görmüşəm. Heç reseptinə baxırsan, heç üzünə baxıb sual soruşamazsan. Çünki bu adam konkret məndə budur deyib alacaq. Elə adamlar demirəm, amma əksəriyyət insanlar sizdən bir töhfə istəyir, sizdən bir söz istəyir, sizdən bir necə deyim, bir şey istəyir. Məlumat istəyir. Ona görə də yaxşı olar ki, istər böyük resept, istər balaca resept, istər adi bir dənə Nurafen belə olsa, onu soruşun, nədir, nə üçün versən, necə versən, ondan sonra verin. Çünki bizim işimiz çox məsuliyyət, çox çətindir. Bu çətin işi də biz varıq deyə yürüyür. Bugün gündə o müştərilər, o pasiyentlər biz varıq deyə aptekə gəlir. Yəni bu əziyyəti biz çəkirik. Və belə bir şey də var. Bizim Azərbaycan xalqımızın qəşəng bir sözü var. Deyir, nəyin işini nə düzəldər, amma deyir, həkim işində, əczaçının da işini, məsələn, bizim işimizi qəbir düzəldər. Onun üçün bizim işimiz çox çətindir. Bizim səhifimizi ancaq iki şey düzəldə bilər. Onun ikisini də bilirsiniz. Ona görə Allah uzaq eləsin, daha məsuliyyətli, daha yaxşı işləmək lazımdır. Daha dəqiq, düzgün məlumat alıb sonra dərman vermək lazımdır. Yəni bu və belə bir şey var. Sən ola bilər həkimin yazdığını versən belə, sabah gəlib səndən yenə yapışacaqlar ki, yaxşı, həkim yazmışdı. Mən sənin yanına gəlmişəm axı. Yəni mən sənə vermişəm o resepti. O biri məsələn yanındakı aptekə getməmişəm. Mən sənə gəlmişəm, sənə inanmışam. Yəni bizim işimiz əslində qıraqdan ola bilər bəzi insanlar arasında fikirləşir də asandır. O nədir? Oturur 6 saat orada, 4 saatın çay içir, 2 saatın 1 saatın müştəriyə baxır, 1 saatında müdirin suallarına cavab verir, çıxır gəlir. Elə deyil də. Yəni işin içinə girənlər bilir ki, bizim işimiz çox çətindir. Texniki çətinliyindən qoysun bir qırağa, məsuliyyət çətinliyi. Yəqin ki, sizdə də olub. Resepti vermisiniz, gecə götürüb düşünmüsünüz ki, mən bu reseptdə görəsən 400-lük, məsəl üçün Ciprinol 400 yazmış, 200 yazmış, uşaq üçün mən 400-lük verdim, buna vermədim. Olub səhərə qədər məndə yatmamışam, səhər tezdən universitetə yox, gedib baxıb sonra getmişəm universitetə ki, vurduğum kamerada baxmışam ki, həqiqətən 200 vermişəm, ürəyim rahatlayıb. Yəni bu sizdə də baş verir. Yəni sadəcə bunu niyə dedim? Məsuliyyətlidir, işimiz çox məsuliyyətlidir. Bu məsuliyyətin də altından biz varıq deyə qalxırıq. Allah həmişə bizim o məsuliyyətin altında saxlamasın, qalxaq. Mənim yayınımda deyəcəklərim demək olar ki, bu qədərdir. İlk yayını deyə sizin vaxtınızı almayım. Sadəcə bunu bir tanışlıq yayını kimi qəbul edin, bir məlumat yayını kimi qəbul edin. Bu gün yayınımızın qısa məzmunundasaq 3 dənə mövzu haqqında danışdıq. Birinci mövzu odur ki, aptek əczaçılıq, slaydda izah elədim nədir. İkinci mövzu odur ki, əgər növbəti slaydın aptek hazırlanması haqqında olmaq istəyirsə, bax, ikinci slaydı nə vaxt istəsəz, hashtag açacam, 3-4 dənə mövzu açacam. Ola bilər ki, siz hal-hazırda ən aktual mövzu olan qrip haqqında əczaçılıq məhsullarının necə istifadə olunması soruşa bilərsiniz. Ola bilər ki, ən aktual mövzulardan biri olan baş ağrısı haqqında, ola bilər ki, aptekdə iş haqqında daha geniş, daha dərin mövzular ola bilərsiniz. Video görüntü ilə slayd istəyə bilərsiniz ki, məsələn, apteki çək, belə elə. Hamısı ola bilər. Onun üçün də mən qısa zamanda hashtag açacağam. Hashtagləriniz, yəni şey açacağam, belə deyim, etiket açacağam. Etiketdə iştirak edeyim. Mən də bilirəm ki, kim nə istəmir. Amma yəni hamının istədiyi olacaq zaman. Yəni dəstəklər sayəsində belə deyim. İnşallah. Üçüncü mövzumuz da dediyim kimi onlayn dərslər. Qısa zamanda onun üçün də bir belə deyim, qısa video görüntü hazırlayıb paylaşacağam. Aptekin qapısından girib piştaxtanın arxasında satış eləmə təcrübəsinə qədər hazırlaşdırılacaq həmin adamı, təhvil verəcəyik və siz bəyəndiyiniz təqdirdə də biz sizinlə işimizə davam edəcəyik. Yəni kurslar keçiriləcək, insanlara öyrədiləcək. Kim istəyirsə DM-dən, onsuz da məndə iştirak edən insanlar əksəriyyət tanıyır, WhatsApp üzərindən, Instagramda da kanalım var, Instagram üzərindən, Instagramdan yaza bilərsiniz də. İnşallah bu xidmətdə sizə göstərərik. Amma mənim burada əsas məqsədim hər hansı bir onlayn dərsdən çox bizim əczaçılığımızın, işimizin nə qədər dəyərli, nə qədər yaxşı, nə qədər məsuliyyətli olduğunu göstərmək və bizim əczaçılığımızın hal-hazırda bizim səhiyyəmizin, insan kültürümüzdə nə böyük bir rol oynadığını göstərmək istəyirəm öz kanalımda. Burada sizin dəstəklərinizlə göstərəcəm, qoşulanlar və qoşulacaqlar, baxanlar, like edənlər, eləməyənlər, bəyənənlər, bəyənməyənlər hamıya təşəkkür edirəm. Görən gözləriniz, gələn ayaqlarınız var olsun. Təşəkkür edirəm vaxtınızı ayırdığınız üçün. Növbəti görüşlərdə görüşənə qədər. Biraz ilkin yayım deyə yüngülvari həyəcanlar ola bilər, sözlər səhv deyə bilərəm. Bunu da sizin o dəyərli entuziazma buraxıram ki, üzrü sayasınız. Hələlik gününüz xoş keçsin. Yeni həftəmizdə də uğurla başlayarız.